Salam. Bu videoda sizə Progress IMS Claims Manager sistemi ilə Hukareb modulu arasında məlumat mübadiləsi prosesini izah edirik. Yuxarıda göstərilən videoda Claims sistemində sığorta şirkəti tərəfindən əməliyyatların necə aparıldığını göstərmişdik. İndi isə təmir mərkəzlərinin Kareb modulu vasitəsilə məlumat mübadiləsini necə həyata keçirdiyinə baxaq. Modulun ana səhifəsindən sistemə giriş edək. Burada təmir mərkəzinin əməkdaşlıq etdiyi sığorta şirkətləri və ya korporativ şirkətlərin siyahısına əks olunur. Platforma bütün işlərin statusunu real vaxt rejimində izləyir və gecikmələr olduqda dərhal xəbərdarlıq edir. Bu isə iş prosesinin nəzarətini daha da gücləndirir, həm sığorta, həm də təmir mərkəzinin məsul şəxslərinin diqqətini operativ şəkildə cəlb etməyə, mümkün problemləri vaxtında aşkarlayıb həll etməyə imkan verir. Bəzi hallarda sığorta şirkəti tərəfindən göndəriş yaradılmadan avtomobil birbaşa təmir mərkəzinə yönləndirilir. Belə məqamlarda təmir mərkəzin əməkdaşı tərəfindən də göndəriş yaradıla bilər. Bunun üçün daxil oluruq yeni göndəriş düyməsinə. Açılan pəncərədən avtomobilin hansı sığorta şirkəti tərəfindən göndərildiyi seçilir. İlk öncə nəqliyyat vasitəsinin məlumatları, yəni marka, model, avtomobilin nömrəsi və digər xanalar doldurulur. Sonra zərər çəkən müştərinin məlumatları qeyd edilir. Yadda saxla düyməsini sıxdıqda bu göndəriş sığorta şirkəti tərəfindən dərc olunur və cari jurnallarında əks olunur. İndi isə sığorta şirkəti tərəfindən göndərilən müraciətlərin jurnalına baxaq. Jurnalda axtarış filtrləri mövcuddur. Burada əsas 3 növ göndəriş var: yeni və icraatda olan göndərişlər, yekunlaşmış göndərişlər və xitam olunmuş göndərişlər. Bu hissədə kartlarda göndərişlərin ilkin məlumatları və statusları əks olunur. Keçid alaq sığorta şirkəti tərəfindən təklif gözləyən göndərişlərin birinə. Açılan səhifədə daha ətraflı məlumatları izləmək mümkündür. Təmir mərkəzinin əməkdaşı işə zərərin qiymətləndirilməsi zamanı çəkilmiş şəkil və ya videoları sistemə yükləməklə başlayır. Daha sonra təkliflər bölməsinə keçid alaraq yeni təklif düyməsini sıxırıq. Açılan pəncərədə təxmini təmir müddətini və tərtib etdiyi ilkin aktı yükləyərək sığorta şirkətinə təsdiq üçün göndərir. Eyni vaxtda bir neçə təklif göndərmək mümkündür. Sığorta şirkəti təklifi təsdiq edərsə, status avtomatik dəyişir. Təmir bölməsinə keçib təmirə qəbul olundu düyməsini klikləyərək işə başlaya bilərik. Əgər təmir müddətində dəyişiklik lazımdırsa, yeni bitmə tarifi seçimindən istifadə edərək bitmə tarifini və səbəbini qeyd edərək yaddaşda saxlayırıq. Yeni mərhələ düyməsi ilə təmir prosesinin bütün mərhələlərini qeyd edirik. Hər mərhələdə görülən işlərin şəkil və ya videolarını yükləyirik. Sistem məlumatların tam olub-olmadığını yoxlayır. Əgər çatışmamazlıq varsa, sistem təmiri yekunlaşdırmağa icazə vermir. Təmir prosesi zamanında hər hansı bir problem baş verərsə və ya sığorta şirkətinə məlumat vermək lazım gələrsə, hadisələr jurnalına keçid alırıq. Yeni hadisə düyməsini sıxdıqda açılan pəncərədə hadisənin növü seçilir və qeydlər yazılaraq yadda saxlanılır. Bütün mərhələlər tamamlandıqdan sonra təmir yekunlaşdı düyməsini sıxırıq. Əgər ilkin aktla yekun akt eynidirsə, uyğun seçimi edirik. Əks halda yekun akt yükləyirik və sığorta şirkəti tərəfindən təsdiq gözləyirik. Sığorta şirkətinin əməkdaşı tərəfindən təsdiq gəldiyini izləmək üçün menyudan sığorta tərəfdaş səhifəsinə daxil oluruq. Yenidən sığorta şirkətinə aid jurnala keçid alırıq. Buradan yekunlaşmış göndərişlər filtrini seçirik. Əgər sığorta şirkəti tərəfindən təsdiq edilibsə, təmir başa çatdı statusunu görə bilərik. Beləliklə, sığorta şirkəti ilə təmir mərkəzi arasında məlumat mübadiləsi yekunlaşmış olur. Kareb modulu istifadəçilərə veb saytla bərabər həmçinin mobil tətbiq üzərindən asan idarə etmə imkanı təqdim edir. Diqqətinizə görə təşəkkür edirik.